Deməli dostlar, qalın Oxford lüğəti kitabına bax görürsüz. Dünyada olan bütün İngiliscə sözlər buradadır. Buna davam edirik. Deməli, burada qalmışdıq. Abstraction nə deməkdir? A general idea, yəni ümumi bir ideya, not based on any particular real person. Hər hansı bir konkret şəxsə əsaslanmır, thing or situation, ya da bir əşya və vəziyyətə. Abstraction, yəni the quality of being abstract. Yəni mücərrətlik deməkdir, abstraction. Mücərrətlik. Aydındırmı? Mücərrətlik. Sonra ikinci mənası. The state of thinking deeply about something and not paying attention to what is around you. O qədər dərin düşünürsən ki, bir şey haqqında, yəni ətrafında nə baş verir ona diqqət yetirmirsən. İkinci mənası isə şey deməkdir. Yəni diqqətin yəni yayınır da belə dalğın şəkildə. Fikrin ancaq ora yönəlib. O deməkdir. Üçüncü mənası. The action of removing something from something else. The process of being removed from something else. Water abstraction from rivers. Çıxarış deməkdir. Yəni su çaylardan suyun çıxarılması. Yəni bu deməkdir. Əslində bax burada sevdimsə burada deyəsən abstract sözündə bax bu abstract'in elə bir ki abstraction başqa bir isim formasıdır. Bu sifətin isim formasıdır elə bir. Bax burada da görürsünüz. Based on general ideas. Görürsünüzmü? İkincidə. Sonra burada da bax bu şəkildə var. Bax görürsünüzmü? Sonra to remove something from somewhere. Nəyisə hardansa çıxartmaq. Sonra indi keçək növbətiyə. Bax burada abstract. Aha. Deməli abstract çıxarmaq. Diqqəti yaymış. Aha. Növbət sözə keçirik. Abstractionism. Abstractionism. Yəni nə deməkdir? The principles and practices of abstract art. Abstract art dostlar burada yazmışdıq. Lüğətdən bir dənə baxaq. Abstrakt incəsənətdə yəni. Abstrakt incəsənət. Deməli abstrakt incəsənətin prinsipləri və praktikaları. Bir də ikinci mənası var. The expression of ideas in an abstract way. Mücərrəd şəkildə fikirlərin ifadəsi. Fikirlərin ifadəsi mücərrəd şəkildə. Sonra burada da var dostlar görürsünüzmü? Abstractionist. Abstractionist. Bu nə deməkdir? İsim və sifət mənaları var. İsim mənası kimi abstrakt incəsənət yaradan rəssam. Abstrakt incəsənət yaradan rəssam. İkinci sifət kimi mənası isə abstrakt incəsənətlə bağlıdır. Onunla bağlı hər hansı bir isim qəbul edib işlədə bilərsiniz. Sonra abstract noun. A noun for example, goodness of freedom. Yəni isim, məsəl üçün deyir goodness, yaxşılıq və ya azadlıq. Bunlar yəni mücərrəd isimdir də, gözdən görünmür. That refers to an idea or a general quality, not to a physical object. Yəni bir fikrə və ya ümumi keyfiyyətə əsaslanır, hər hansı bir fiziki obyektə deyil. So abstruse qəliz deməkdir, çətin deməkdir. Məsələn, difficult to understand, başa düşülməsi çətin. An abstruse argument, yəni qəliz bir argument, başa düşülməsi çətin bir argument. Sonra absurd birinci mənası completely ridiculous. Ridiculous, yəni ki, cəfəng. Yəni cəfəngdir. Tamamilə cəfəng, not logical and sensible. Nə məntiqlidir, nə akla yatandır. Yəni bir ağla yatan bir şey deyil də yəni.
ağlayatan deyil, məntiqli bir şey deyil. Ridiculous. Sinonim də odur, yəni cəfəng, gülüş doğuran. Sonra that uniform makes the guards look absurd. Bu de uniforma axranları, mühafizəçiləri çox gülünc göstərir. Of course it's not true. What an absurd idea. Əlbəttə ki, bu doğru deyil. Nə gülməli ideyadır, nə gülməli fikir, nə cəfəng fikirdir yəni. The absurd things that are or that seem to be absurd. Yəni cəfəng olan məsələlər və yaxud da cəfəng görünən məsələlər, absurd görünən məsələlər. He has a good sense of the absurd. Onun yaxşı bilir də bu cəfəng şeylər nədir, gülüş doğuran şeylər nədir, onlar tez tuta bilir. Belə bir hissiyatı var. Absurdity. Absurdity isim formu. Məsələn, it was only later that she could see the absurdity of the situation. Sonra məlum oldu ki, o başa düşə bilir, yəni vəziyyətin gülünc olduğunu, absurd olduğunu. Absurdly. Absurdly gülünc şəkildə, cəfəng şəkildə, ridiculously ya da sinonimidir. The paintings were sold deməli, were sold for absurdly high prices. Deməli, bu rəsm əsərləri çox gülünc şəkildə, cəfəng, absurd bir şəkildə yüksək qiymətə satıldı. Absurdism, the belief that bu absurdism yəni absurdizmdir, yəni absurdluq. O inanç ki, insanlar exist in a world with no purpose or order. Order, yəni insanlar yer üzündə mövcud olublar, heç bir məqsədsiz və ya nizamsız, intizamsız. Bu inanç sisteminə absurdizm deyilir, absurdizm. Absurdist isim formasıdır. Absurdist deməkdir. Bir də absurdist həmin iki mənası var. İkinci mənası isə qəsdən qəribə, gülməli. Bax, belə deməkdir. Deməli, absurdist. Məsələn, absurdist literature. Mən burada yazmışam absurdist. Birinci absurdist, ikinci qəsdən qəribə. Hə, sifət ki, mənası şeydir. Qəsdən qəribə, gülməli. Absurdist literature. Absurdist ədəbiyyat, yəni absurd, mücərrət dolu ədəbiyyat. Yəni bu deməkdir. Hə, burada dostlar, deməli absurdist deməkdir. Bir də absurdist var, sifət kimi. Yəni absurdist ədəbiyyat. Absurdist ədəbiyyat. Yəni ki, bununla bağlı, yəni insanlar o inanç sistemi var ki, bəs yer üzündə məqsədsiz və nizamsız yaşayırlar. Bir də bunun bir mənası var sifət kimi. İkinci mənası qəsdən qəribə, gülməli, belə mənası var. Sonra APTA, Association ya da Association, iki dənə tələffüzü var. Of British Travel Agents. Britaniya Səyahət Agentliyi Assosiasiyası. An organization in Britain that protects customers, for example, by giving them back the money for their tickets if a travel agent goes bankrupt. Deməli, bir təşkilatdır Britaniyada, bu təşkilat, Britaniya Səyahət Agentliyi Assosiasiyası. Bu Britaniyada təşkilat hansı ki, müştərilərin hüquqlarını qoruyur. Necə qoruyur? Onlara, deməli, pullarını geri verir öz biletlərinə görə. Aldığı biletlərin, yəni pullarını geri verir. Əgər Səyahət Agentliyi
bankrot olubsa, iflas olubsa, müflis olubsa. Sonra abundance. Abundance deməkdir. A large quantity that is more than enough. Yəni bolluq deməkdir də, abundance. Bolluq, çoxluq, həddindən artıq çoxluq. O deməkdir. In abundance, in large quantities. Yəni bolluqla deməkdir, bolluqla. Fruit and vegetables grew in abundance on the island. Adada meyvə və tərəvəzlər neynədi? Bolluqla yetişdi. Çoxlu sayda yetişdi. Abundant deməli nə deməkdir? Çox, bol. Existing in large quantities, yəni böyük bir miqdarda vardır. More than enough, yəni kifayət qədərdən çox. Yəni bir sözlə ifadə eləsək, yəni çox, bol. Sinonimdə nədir? Plentiful. Plentiful nədir? O da bol deməkdir. Fish are abundant in the lake. Balıq deməli göldə çoxdur. We have boldur da. We have abundant evidence to prove his guilt. Bizim əlimizdə kifayət qədər, yəni kifayət qədərdən də çox bolluca şey var. Nədir? Bu sübut var ki, onun günahını sübuta yetirək. Abundantly. Birinci mənası very clear, yəni çox aydın, açıq aşkar. She made her wishes abundantly clear. O arzularını çox aydın şəkildə ifadə etdi. Açıq aşkar şəkildə. İkinci, in large quantities, yəni böyük miqdarda. Calcium is found most abundantly in milk. Yəni deyir, kalsiyum süddə neyniyir? Çoxluqla. Burada abundantly yenə çoxluqla, bol-bol, kifayət qədər çox. Yəni deyir, ən çox, ən bol şeydədir, bu süddədir deyir kalsiyum. Bu qədər dostlar. Abuse sözünü gələn dəfə təhlil edərik.